Yani İran adlanan yerde millətlər ayaqdadır. Trump bir dənə düz söz dedi. Netanyahu dedi, vurun bu Xameneini öldürürəm. Sıxırtı eləmişdim Allah'ını. Dedi öldürürəm, izin ver. Dedi öldürmə. Dağılar ora. Dağılacaq. Vətəndaş müharibəsini aparırlar, geçsinlər. Azərbaycan da bu gün deyirlər, Azərbaycan hardasan gəl. Düzdür. Təbrizdə, Ərdəbildə, dünən gecədə filan da, yəni cəmaat muskuları zaman sayın Sayın Heydər bəy sizə bir dənə geçərli söz. Zaman bizə deyirlər ki, təşkilatsız adamları sanı. Yox, deyin aslında sənə vereyim telefon nümerəsində. Gedib qoyasan Tehran rejiminin oğulcuna. Təbriz bizim əlimizdədir. İstiqlalçıların əlindədir. O bazar da bizim əlimizdədir. Bizim deyəndə Əjdər Tağızada yox, İranım. İstiqlalçılıq, bağımsızlıq, bütövlük. Ona görə də bu günləri kimsə ilə getmirlər. O açıq deyirlər. Nə şah, nə şeyx. Şaha da nifrət, indi aylaram şahça gətirir. Cırıq-cırıq eləyərlər Ərdəbildə, Təbrizdə, Urmiyədə. Azərbaycanın qatili, düşmanı. Bu rejimi də tanıyıbdır bu millət. Ay gəlin hamımız bir yerdə Xumeyninin bir dənə sloganı vardı. Həmə bahəm, hamı o keçdi da, o qutardı, o şahı aşırandaydı. Bu dəfə bu şeyh və bu fars dövlətçiliyini, bu işğalçılığını çıxartmaqda indi deyirlər ki, bizdən bir dənə, bizdən indi üzrümüz ki, birinci sırada dəyirim demək Həmədan və Qəzvin. Qəzvinə baxın, Qəzvində demək ki, dünənləri. Qəzvində çığırırlar, mən Azərbaycanlıyam deyir Qəzvin.